İzləyicilər, bugün qəhrəman şəhidimiz Xalid Gözəlov bugün mövlud gündür, mövludu mübarək olsun. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Dəyərli izləyicilər, bir daha nəzərcə çatdıran vətən uğrunda canından keçən qəhrəman şəhidimiz Xalid Gözəlovun bugün mövlud gündür, mövludu mübarək olsun. Şəhid atası Rahət kişi, Yalçın kişi bugün ziyarətdədirlər. Allah cəmi şəhidlərimizi. Allah qəbul etsin. Amin. Allah ruhu şad eləsin. Elə bu üzdə duralım. Allah cəmin şəhətlərini. Rafət əmi, bu günləri vətən uğrunda canın qurban verib təki vətən sağ olsun deyən qəhrəman igidimiz Gözəlov Xalidin mövlud günüdür. Cənnətdəki mövludu mübarək olsun. Bugün valla zaman keçsə də üstündən belə deyim, illər keçsə də yenə də elə valideyn üçün həmən gündür, həmən zamandır. Bugün qardaşımızın mövludu mübarək olsun deyərək istərdik ki, sizin kimi qəhrəman atalardan da söz götürək. Buyur Rafət əmi. Allah Xalid balamızın və onun timsalında bugün mövlud olan bütün şəhidlərimizin mövludu mübarək olsun. Allah atasına, anasına, ailəsinə səbir versin. Allah cəm şəhidlərimizi İmam Hüseyndən ayrı salmasın. Allah ordumuzu qorusun. Ne diyeyim? Var olasın. Gələn ayaqlarınız var olsun, qarşımda baş əyir. Yalçın əmi, siz də evin yeganə övladın vətən uğrunda qurban verdiniz. Ancaq yenə də başınızı dik tutaraq təki vətən sağ olsun deyərək həmən günü yenə bugünkü gündə xatırlayırsan və o xatirələr hələ ki gözün önündən keçir. Ancaq bugün yenə də biz sizlərin yanında olmaqla bir təsəlli olaraq başı sağ olsun deyərək deyirik ki, qəhrəman şəhid atası. Allah sizi səbir versin, Allah sizi var eləsin. Bugün Xalid qardaşımızın mövlud günüdür. İstərdim bir qəhrəman atası kimi siz də Həsən əminin qarşısında bir iki kəlmə deyirsiniz. Allah balamızı mevludu mübarək eləsin. Atasına, anasına səbir versin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Var olasan, qarşımda baş əyirik. Həsən əmi, bugün sənin övladın qəhrəman, igid, vətən uğrunda canından keçdi, torpaqların azadlığı uğrunda. Təki vətən sağ olsun dedi. Bu da qardaşımızın mövlud gündür, mövludu mübarək olsun. Bax, bugün qəhrəman atalar gəlib ocağıza. İstərdim elə qəhrəman ataların qarşısında bir iki kəlmə sizə deyəsiniz. Buyur. Bugün mənim oğlum Xalidin mövlud günüdür. Bugünkü gün mənə səbir diləmək üçün, Xalid balamızın mövludunu qeyd eləmək üçün gəldiyinizə görə sizə böyük təşəkkür edirəm. Bütün cəm şəhidlərə şəhidlik zirvəsinə uzaldığına görə onların atalarına səbir diləyirəm. İndi vətən bizimdir. Bizlər qorumalıyıq. Bizim balalarımız bu şərəfli işi öz üzərinə götürdülər. Yemin var. Bizə də onların xatirəsini uca tutmaq, yad eləmək və səbirli olmaq düşür bizim öhdəmizə. Biz də başı uca və alnı açıq bu həyatda yaşayırıq. Allah sizləri var eləsin. Çox sağ olun. Təşəkkür edirəm Həsən əmi, var olasan. Hər üçünün qarşısında baş əyirəm. Bəli, bu azadlıq, bu sərbəstlik sizin kimi qəhrəman atalara borcluyuq. Övladlarınızı vətən uğrunda qurban verdiniz. Biz də rahat, sərbəst və gənc nəsil rahat, sərbəst böyüməsi üçün sizin övladlarınız o torpaqları görmədən canların qurban verdilər. Var olasınız, qarşısında baş əyirəm. Hər üçüz bizlər üçün qəhrəman atalarsınız. Hər üçünün simasında bütün şəhid ataların qarşısında baş əyirik. Allah sizə səbir versin ki, hər zaman sağlam can versin ki, övladlarınızın, yəni öz sizlər kimi, yəni biz valla belə deyək də, ata, ana başqa şeydir. O çırağı çıraqlandırır, biz də gəlirik, ziyarət edirik. Var olasınız, hər üçünün qarşısında baş əyirəm. Canım qurban sizin kimi atalara. Sağ olun. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə şəfa versin, veteranlarımıza can sağlığı versin. Allah sizlərə bir daha səbir versin.